Karabağımda düşman at oynadı Araz boyunca. Deməli, bugün Beynəlxalq Diaspora Mərkəzinin ofisində deməli, Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı və Prezident yanında qeyri-hökumət təşkilatının Dövlət Dəstək Agentliyi maliyyə dəstəyi ilə Çexiyanın Praqa, Brno şəhərlərində Beynəlxalq Diaspora Mərkəzinin Qərbi Azərbaycanlıların öz ata-baba torpağına qayıtması ilə bağlı keçirilən tədbirdən görüntülər. Yəni tədbir qeyri-hökumət təşkilatının Dövlət Dəstək Agentliyi maliyyə yardımı ilə həyata keçirilir. Tədbirdə tanınmış QT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər iştirak edibdir və ilk olaraq sözü Beynəlxalq Diaspora Mərkəzi sədri tədbirin mahiyyəti haqqında açaraq bir dəqiqəlik sükutla şəhidlərimizin ruhunu şad etdi. Ondan sonra tədbirdə iştirak edən insanlara ayrı-ayrı söz verdi. Və tədbirdə ilk olaraq deməli, Qərbi Azərbaycanlı ekspert kimi tanınmış QT rəhbəri İradə Rızazadəyə və ondan sonra ardıcıl